Salam uşaqlar. Demək, xəritə izahının ikinci hissəsini artıq paylaşıram. Demək, xəritə ilə bağlı demiş olar biz birinci hissənin xəritə sualına bağlı birinci paylaşım etmişdim. Cənub şəhərlərimizlə bağlı xəritə suallarını izahını bilmişdim. İkinci hissəsi uşaqlar demək başlayırıq. Demək uşaqlar, demək gəldik. Azərbaycan cənub torpaqlarının demək şəhərləri uşaqlar Təbriz, Marağa, Ərdəbil. Əsas bu şəhərlərimiz haqqında məlumat vermişdir uşaqlar. İndi gəldim uşaqlar, ikinci hissəsində uşaqlar məlumat verirəm mən sizə, diqqətlə qulaq asaq. Xəritə suallarımız uşaqlar demək. Xəritə suallarımız ikinci hissəsi. Demiş olar, demək Azərbaycanın cənubi və şimal istiqamətlərini demiş olar müəyyən edirik biz. Demişdik uşaqlar nəyə görə? Araz çayı uşaqlar demək görə. Araz çayı demiş olar harda yerləşir? Araz çayı demiş uşaqlar burada yerləşir. Araz çayı, yüz sistemi dəqiqə. Demiş Araz çayı demiş uşaqlar, gördüyümüz bu xəttdən uşaqlar buranı götürüb belə bu Araz çayı uşaqlar və buradan Lənkəranı uşaqlar bura qatırıq. Çünki Lənkəran şimal torpaqlarımıza aiddir. Demiş uşaqlar bu xəritə böldüyüm hissədən buna demək şimal torpaqlarımıza aiddir. Şimal uşaqlar demək bu istiqamətdə yerləşir, cənub bu istiqamətdə yerləşir. Biz şimal və cənubu necə müəyyən edirik uşaqlar? Demək, Göyçə gölü uşaqlar tapdıqsa, birinci bura şimal torpaqlarımızdır, Urmiya gölü tapdıqsa, bura cənub torpaqlarımız sayılır. Bir də demək uşaqlar, burada nəyə vurğulamışdım mən? Kesin xəritə sual izahında bunu vurğulamışdım mən sizə. Demək uşaqlar, Lənkəran Azərbaycan şimal torpaqlarını əhatə edir, Naxçıvan da şimal torpaqlarını əhatə edir. Yəni, burada düzdür, bəzən çaşıb Naxçıvan və Lənkəranı, bəzən dərs vaxtı düzdür, məndə də şagirdlər Naxçıvan və Lənkəranın cənub torpaqlar olduğunu bəzən hətta vurğulayanlar olur. Yəni, bu səhv uşaqlar Naxçıvan və Lənkəran Azərbaycan şimal torpaqlarını əhatə edir. Uşaq qaydaq deməli, gəldik, indi uşaqlar şimal şəhərlərimizin izahına. Biz şimal cəmi uşaqlar müəyyən etdik. Başda demiş uşaqlar Göyçə gölü. Göyçə gölü uşaqlar görürük xəritədə, şəhəri qoyulmuş uşaqlar. Göyçə gölü uşaqlar deməli, Göyçə gölünün tam arxa hissəsi demiş uşaqlar hara düşür? İrəvan şəhəri uşaqlar deməli, Göyçə gölünün tam arxasında uşaqlar düşür. Yəni, gölün tam arxa hissəsi haradır? İrəvan şəhəridir. Bir uşaqlar demək, Göyçə gölünün uşaqlar arxa hissəsində hansı şəhərlər var? Dəbil, uşaqlar gördüyümüz kimi Dəbil və Dəbil, uşaqlar deməli, Dəbil şəhəri və Ani şəhəri uşaqlar. Bunlar isə Göyçə gölünün tam arxasında uşaqlar yerləşir. Əslində düzü biraz burada xətti biz fərqli bir şey düşübdür. Amma Dəbil əslində Göyçə gölünün tam əslində Naxçıvanın bu istiqamətdə bura daha məntiqli görsənir. Nəsə belə bir şey deyək. Dəbil uşaqlar demək bu istiqamətə düşür. Yalnızca qalsın uşaqlar demək. İrəvan şəhərini demək uşaqlar vurğuladıq. Demək Göyçə gölünün arxa hissəsi İrəvandır, Dəbil və Ani şəhərləri. Ümumiyyətlə uşaqlar bu Dəbil və Ani imtahanları qabağımıza çıxır. Daha çox feodal dövlətlərdə, Şəddadilərdə, Sadi, Salari və yaxud Səlcuq dövlətində və yaxud Eldənizə dövlətində biz bu şəhərlərə tez-tez rast gəlirik. Onun üçün bundan çox ərazi olaraq yerini bilməmiz şərtdir. Gəldim uşaqlar Gəncə şəhəri uşaqlar. Demək, Gəncə demək hara düşür uşaqlar? Gəncə fikir verirsiniz uşaqlar, Göyçə gölünün tam qarşısını əhatə edir uşaqlar. Yəni, Göyçə gölünün tam qarşısı hansı şəhər uşaqlar? Gəncə şəhəri uşaqlar yerləşir. Baxın, diqqətlə fikir verin. Gəncə, elə bir Göyçə gölünün uşaqlar tapdır. Yəni, ümumiyyətlə, qəbul imtahanlarında, sınaqlarda və yaxud hər hansı bir fərqi yoxdur. Yəni, o göllər orada verilir. Düzdür, bəzən adlara verilmir, amma biz artıq orada bilirik ki, o gölün adı nədir? Göyçə gölüdür. Göyçə gölünün tam qarşısı hansı şəhər yerləşir? Gəncə şəhəri uşaqlar yerləşir. Bu qədər. Demək, Gəncənin tam qarşısında hansı şəhər yerləşir uşaqlar demək deyirik? Bərdə şəhəri uşaqlar yerləşir. Bərdənin tam aşağısını yerləşdirdiyim hansı şəhər? Beyləqan şəhəri uşaqlar. Bu üç şəhər uşaqlar diqqət edirik. Demək, Göyçə gölünün yanı Gəncədir, Gəncənin tam yanı Bərdədir, Bərdənin tam aşağısı Beyləqan uşaqlar. Düzdür, burada bəzən Gəncə və Bərdəni xəttədə uşaqlar bəzən səhv edirlər və buna diqqət eləmirlər. Amma uşaqlar burada bir dənə çox sadə bir dənə üsul var uşaqlar. Gəncə gölün yaxınlığındadır yəni. Yəni, Göyçə gölün yaxınlığındakı məsafə Gəncə şəhəridir. Gəncənin tam yanı Bərdə sayılır. Beyləqan uşaqlar diqqətlə bir dənə fikir verir uşaqlar. Bu hansı çaydır? Kür çayıdır. Bu da uşaqlar Araz çayıdır. Ya bu Araz çayı, belə bir xətt götürək. Bu isə Kür çayı uşaqlar. Yəni Kür və Araz çayının tam arasında yerləşən şəhər hansıdır? Beyləqan şəhəri uşaqlar. Kür və Araz. Niyə də uşaqlar Beyləqan şəhəri önəmlidir? Beyləqanla bağlı uşaqlar bildiyimiz tarix hadisələri var.
Məsələn, Beyləqan Səlcuq dövlətinin canişinlik mərkəzlərindən biri olub. Və yaxud Beyləqanda müsafir üsyanı var, uşaq bilirik, 748-752-ci illərdə. Və yaxud 1030-cu ildə Slavyanlar Beyləqan şəhərini qarət ediblər. Yəni Beyləqanı bilməmiz şərtdir. Yəni imtahanlı qabağımıza suallar çıxa bilər. Şu an bunları bilirik. İnşallah şəhərləri İrəvan, Ani, Dəbil, Göyçə gölünün arxasına düşür. Gəncə Göyçə gölünün tam qarşısıdır. Gəncənin tam aşağısı Bərdədir. Bərdənin tam aşağısı Beyləqan şəhəridir. Şu an demək Kürd çayı uşaqlar bilirik. Şu an Kürd çayı uşaqlar deməli. Bu da Kürd çayı. Azərbaycanın içinə ümumiyyətlə burada coğrafiya müəllimləri inşallah mənə bağışlasınlar. Belə bəzən ümumiyyətlə tarix coğrafiyanın düzü bağlıdır. Bəzən coğrafi olaraq fikirlərə girə bilirəm. Demək Azərbaycanda iki ən böyük çayımız var uşaqlar. Araz çayı və Kürd çayı uşaqlar. Tiflis şəhəri uşaqlar bir dənə diqqətli bir şey verin. Tiflis Azərbaycanın demək, yəni Kürd çayının ən başlanğıc hissəsini əhatə edir. Tiflis şəhəri. Tiflis şəhərinə bağlı çox da geniş bir məlumat yoxdur. O şəhər orada yəni bəzi mübarizələr aparılıb. Tiflis Azərbaycan orta əsrlər dövründə yəni ki, belə Aranın baş şəhərlərindən biri sayılıbdır, həm də ki, suyu 30 qızılı hamamlarından aşır. Gəl demiş olar demək, Kürd çayının, şu an diqqətli fikir versək, indi şu an bura qədər bildik. Şu an gəlin indi Bakıya. Şu an Bakıya bilirik, yəni bu xəritə şu an bu istiqaməti, o Qartalın burun hissəsi var. O burun hissəsini şu an tapdıq. Bilin ki, bura haradır şu an var? Bura Bakıdır. Bakıya tam yaxınlıqda şu an, diqqətli fikir versək, Bakıya tam yaxınlıqda yerləşən şəhər hansıdır? Şamaxıdır. Yəni Şamaxı tapmaq çox sadə bir şeydir. Yəni Bakıya yaxın olan istiqamət Şamaxı sayılır uşaqlar. Yəni Bakı tam yaxınlığında hansıdır? Şamaxıdır. Şamaxının tam yaxınlığında hansı şəhər yerləşir? Qəbələ şəhəri uşaqlar. Yəni Qəbələ Şamaxıya yaxın. Kür çayının, çox diqqətli bir şey verin. Bax burada Kür uşaqlar burada şəhərləmişəm. Kürün tam üstündə yerləşir uşaqlar. Yəni Kür çayının üst istiqaməti əhatə edir. Belə uşaqlar, bu da Şəki uşaqlar. Şəki onsuz da Azərbaycanın ən Kür çayının yuxarısında Uzqar bölgəmizi əhatə edir. Bir də uşaqlar demək gəldik Dərbənd uşaqlar. Dərbənd uşaqlar çox önəmlidir. Niyə? Çünki Azərbaycan, yəni şimal keçid şəhəri sayılır uşaqlar. Şimalın keçid nöqtəsi sayılır. Yəni Dərbəndi uşaqlar mütləq şəkildə yerini bilməyimiz şərtdir uşaqlar. Bu qədər uşaqlar, şəhərlərimizi izləyədik uşaqlar. Diqqətlə qulaq asın. Uşaqlar bir dəfə qulaq assaz, bir dəfə diqqətlə fikir versəz, bu şəhərlər artıq həmişə sizin artıq beyninizə belə desək, həkk olunacaq və beyninizdə həmişə yaddaşınızda qalacaq. Bu da uşaqlar deməli ikinci hissəsi oldu. Təbii ki, növbəti xəritə izahları uşaqlar gələcək. Qədim dövrə aid, müasir dövrə aid. Xəritə üzərindən daha çox belə deyim də yürüyüşləri izah edəcəm və ya kimsə hansı nəyisə izah istəyirsə uşaqlar, təbii ki, onda mənə təbii ki, kommentlərə yazıb oradan fikir bildirə bilər. Oldu, sağ olun uşaqlar. İnşallah növbəti dərsdə görüşənə qədər. Sağ olun.